Qeybdən xəbər verən Fatimənin Müshəfi adlanan kitab nə kitabdır? Ümumiyyətlə, bəzi şiəyə atılan böhtanlara əsasən şiələrin Qur'an-ı Kərimdən əlavə bir kitabları var, adı Fatimə kitabıdır. O kitab nədən məlumat verir? Bu sözlər düzgündürmü? Əgər belə bir kitab varsa, o kitab nə haqqında danışır və o kitab hal-hazırda kimin yanındadır? Bu suallara bugün cavab verəcəyik inşallah. Əhl-i-Beyt imamlarımızın bizə xəbər verdiyi etibarlı kitablardan biri də Müshəf-i Fatimə, Fatimənin kitabı, yaxud da Fatimənin Müshəfi adlanan bir kitabdır. O kitab necə yazılmışdır? O kitab Peyğəmbər dünyasını dəyişəndən sonra Allahın salamı olsun ona və Əhl-i-Beytinə, Allah tərəfindən xanım Fatimə-i Zəhraya təsəlli olsun deyə, atasının ayrılığına narahat olduğunu öyrə, atasını itirdiyinə görə qəm-qüssədən azad olsun deyə, Allah tərəfindən ona Cəbrail əleyhissalam göndərilir, ona gələcəkdə baş verən hadisələrdən xəbər verir və bunu imla eləyən, deyən mələk xanım Fatimə-i Zəhraya yanına gəlir, o da dinləyən, yazan isə imamımız Əmir əl-Müminin Əli ibn Əbi Talib olmuşdur. Bəsairü Dərəcat kitabında bu dediyim yazılmışdır. Hadisə dediyim kimi bir daha təkrar edirəm. Təsəlli üçün xanım Fatimə-i Zəhra atasını itirdikdən sonra ona başsağlığı təsəlli ünvanında Allah tərəfindən göndərilir. Ona qeybdən bəzi məlumatlar verilir. Sonra bu kitab toplanır. Müshəf-i Fatimə adlanır. Fatimənin kitabı Müshəfi. Küleyni də Kafi kitabında bu kitabdan danışmışdır. Və bu kitabın içində yazılanlar nədən ibarətdir? Möhtəvası nədir? Orada bizə nə xəbər verilmişdir? Bu kitabın içərisində xanım Fatimə-i Zəhra salamun aleyhə atasının axirətdə behişdə olan məqamı və qiyamətə qədər baş verəcək hadisələr, cəhənnəm əhlinin və cənnət əhlinin kim olacağı və xüsusən qeybdən olan məlumatlar verilmişdir. O heç də Quran deyil, orada Quran ayələri kimi haram, halal, vacib filan ayə formasında deyil. Xülasə, deməli, bu kitabın özü heç də Qurana aid olan kitab deyil. Miqdarı, səhifəsi nə qədərdir? Əhl-i-Beyt imamlarımızdan, Allahın salamı olsun onlara soruşduqda, imamlarımız buyururlar ki, Müshəf əlinizdə olan Qurandan 3 bərabərindədir. Amma Quran deyil. Qeybdən xəbər verir. Təbəri Amili Dəlail İmamə kitabında bu barədə danışıb. O kitabda olan qeybi məlumatlardan nümunə deyə bilərsinizmi? Bəli, İmam Sadiq əleyhissalamın yanına Füzeyl adında bir nəfər gedir və imam onu gördükdə deyir ki, ey Füzeyl, bilirsənmi indi mən nəyə baxırdım? Buyurur, xeyr, bilmirəm. İmam buyurur, mən indi Fatimənin Müshəfinə baxırdım, salamun aleyha. Elə bir hakim, hakimiyyətdə olan insan yoxdur ki, onun adı, atasının adı o kitabda yazılmasın. Bu, Biharul Ənvarda nəql olunmuşdur. Xanım Fatimə salamun aleyhaya bunu imla eləyən, bunu deyən mələkdir. O mələk kimdir? Hansı mələkdir? Allah təala onu göndərib, atasının vəfatından sonra ona təsəlli olsun və bu məlumatları verib ona. Bəzi yerlərdə onun haqqında Rəsulullah gəlmişdir. Allahın elçisi olub. Bəzi yerdə açıq-aşkar o mələklərin ən üstünlüyü olan Cəbrail əleyhissalam olduğu vurğulanmışdır. Bəsairü Dərəcat kitabında bu haqda məlumatlar var. Elə ona görə də bəzi alimlər bunların ikisini də cəm ediblər ki, mələk həm də Allahın elçisi olduğunu öyrə, Cəbrail əleyhissalamın özü daha çox ehtimaldır ki, o olmuşdur. Bəzi yerlərdə əlbəttə başqa mələklər də deyilmişdir. Küleyni Kafi kitabında, Saduq Əl-Əmalı kitabında bu barədə danışıblar. İndi o kitab kimdədir? Xanım Fatimə salamun aleyhanın Müshəfi kitabı kimin əlindədir? Əqidəmiz budur. Peyğəmbərdən sonra olan miraslar, irs satan əşyalar, o cümlədən də xanım Fatimənin Müshəfi bir-bir imamlara ötürülmüşdür. Həzrət Əlidən oğlanlarına və sonra imamlara və indi hal-hazırda o kitab zamanımızın imamı, 12-ci İmam Mehdi əleyhissalamın yanındadır. Bəli, İmam Mehdi əleyhissalam gələndə o kitabı gətirəcək inşallah. Və imamlarımızdan soruşanda, imamlarımız hətta imamətin dəlillərindən biri də haqq olan imam söhbəti düşəndə, bəzən bizim imama deyiblər ki, filan kəs imamlıq iddiası edib, imam buyurub ki, əgər doğrudan haqq olan imamdırsa, Fatimənin Müshəfini göstərsin, əleyhissalam.
Ki bəzən də İmam Sadiq Əleyhisselam yanında söhbət düşəndə imam deyir, and içdi, and olsun Allaha, sonra öz sinəsinə işarə elədi, buyurdu. Peyğəmbərliyin sirri, nübüvvətin sirri, sirləri, qılınc, Peyğəmbərin zirehi bizim yanımızdadır, and olsun Allaha, Fatimənin müshəfi, salamullah əleyha, bizim yanımızdadır. Biharul Ənvar kitabında, Bəsairü Dərəcat kitabında bu barədə oxuya bilərsiniz. Sual ondur. Mələk Peyğəmbərdən sonra xanım Fatimənin yanına gəlir, salamullah əleyha, onunla danışır. Xanım Fatimə onu eşidir. Bu belə ola bilərmi? Mələk Peyğəmbərlərdən başqa, Allahın salamı olsun onlara, adli sadə insanların, Peyğəmbərdən sonra səhabələrin xanım Fatimə kimi şəxsin yanına gələ bilərmi? Yoxsa ancaq Peyğəmbərlər mələklə danışa bilər? Baxın Quran-Kərimə. Allah Teala Ali-İmran surəsinin 42, 43, 44, 45-ci ayələrində baxın, mələklərlə xanım Məryəmin danışığını bizə çatdırır. Xanım Məryəm Peyğəmbərdir? Xeyr, qadınlardan Peyğəmbər ola bilməz. Allahın salamı olsun onlara. Amma xanım Məryəm Quran-Kərimə əsasən Peyğəmbərin anasıdır. Allah evinin xidmətçisi olur. Mələklər onunla danışırlar. Cümlələrə baxın. Ya Məryəm və iz qalətil mələikətu. Yada sal, o zaman ki, mələklər dedilər, ya Məryəm. Ayənin ardı. Daha özünüz baxa bilərsiniz Ali-İmran surəsində.